Ən əsası odur ki, mətbəxdə pişirdüyü yemeğin meti dadlı olsun. Bəxtə ki, alnıva nə yazılıbsa, o bəxti də görəcəksən. Mətbəxdəki yemeğin dadı, meti yaxşı oldu. Necə deyərlər, şefi qardaş olursa mətbəxin kralı. Nətər ki, mənim qardaşım mətbəxin kralıdır. Belə, xoş gördük sizi əziz tamaşaçılar, mətbəx verilişində. Hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Yəqin ki, sizlər də bizləri görməyə çox şadsınız. Bəli, bəli. Biz də şadıq sizi görməyə, siz də şadsınız bizi görməyə. Bugün bizim mətbəximizdə bayram olacaq. Bayram! Bayrama qatılacaq. 96 yaşımız mübarək olsun. Həmişə belə baxımlı olasınız, əziz televiziyamız. Belə, verilişimiz isə yavaş-yavaş başlayır. Konsertimiz var da bilirsiniz. Akşam Bu konsertdeyim. şəhərdə bir konserti var, bizi də oraya Bəli. dəvət ediblər. Dəvət Biz də gedib orada tamaşaçı qismində oturub baxacağıq. Diqqət, hörmətli xanımlar və cənablar. Nəhayət, 3 illik fasilədən sonra Noyabr ayının 5-i, 6-sı, 9-u Heydər Əliyev sarayında. sizi bu şəhərdən yeni Qəşəng adlı Qəşəng yoxsa qəşəng. Qəşəng adlı solo konsertinə dəvət edirik. Biletlər artıq satışdadır. Konsertin baş sponsoru Avant Park. Tuş! İnşallah. Belə, axşamımızı da nağd elədik. Bəli. Ən əsası odur ki, mətbəximizin bugün nətər deyim, o bişirən qabiliyyətli insanları ki var, bax onları dəvət eləyək şefi qardaş. Başlayaq da, vaxt itirməyək, tamaşaçıları da həsrətdə qoymayaq. Onlar da səbirsizliklə gözləyirlər ki, bugünkü, bax bu 500 manatı kim əldə edəcək, kim qalib olacaq, 500 manat uğrunda kimlər burada mübarizə aparacaq. Elə isə şefi bacı, çağır gəlsin. Beləliklə, əziz tamaşaçılar, bu 500 manata sahib olmaq üçün günlərdir növbəyə dayanan, televiziyada illərdə aparıcılıq eləyən Kəmalə Piriyevanı mən bura dəvət edirəm. Həm də ki, doğma ATV kanalının aparıcısıdır. Təbrik eləyirəm mən də televiziya işçilərini, televiziyaya baxanları, hər birinizi təbrik edirəm. Çox sağ olun. Çox sağ olun. Biz də sizi təbrik edirik. Həmişə televiziyada maraqlı proyektlər, verilişlər hazırlayasınız. Həmişə də o hazırladığım verilişə belə baxan çox olsun. O bir söz var, reyting. Biz təzəyiz televiziyada ona görə. Reytingimiz həmişə yüksəkdə olsun. Növbəti qonaq gəlir. Dəvətimizi qəbul elədin, gəldin. Təşəkkür edirik və növbətimiz qonağımızı dəvət edirik. O da televiziya işçisidir. Çox gözəl proyektlərə imza atıb, çox gözəl aparıcıdır. Mən deyərdim ki, onun aparıcılığı tamaşaçılar tərəfindən çox belə yüksək şəkildə qəbul olunur. İctimai televiziyanın aparıcılarından biri olan, sevilən, bu şəhərdə kollektivinin dostu olan, konsertlərinin aparıcısı olan Salih Bağırovu dəvət edirik. Efirdə qoca görsənir, amma belə camama olmaz. İstiraz özü. Hoş gəldiniz. Hoş gördük. Çok sağ olun, çok sağ olun. Onlar yaş Salihin yoxsa balaca? Mən sizdən balaca olaram. Bacınız. Məndən balaca olar. Bəli. Gabaritə baxmır, nə əsas daxili camandır. Nənəm rəhmətli 10 yaşını bilmirdi. Deyirdi ki, onu üzüm yığanda doğru. Yaxşı səndə. Neysə. Belə, hoş gəlmişsən. Səni də ürəkdən, ciyərdən, qəlbdən təbrik edirəm. Sən də bizimləsən bugün. Biz də artıq televiziyaya adamıyıq. İkinci sezondur ki, biz burada can qoyuruq. Bəli, şefi xanımla şefi qardaş, bacı qardaş. Şefi qardaşın qoyduğu can hara, şefi bacının canı hara. Hansı yaxşıdır? Maşallah. Hansı yaxşıdır? Hoş gördük Kemal Dərinə gələcək, təbrik edirəm. Salamlayıram, günümüz mübarək olsun. Amin. Gözəl xanımla sizə çətin olar şefi qardaş. Bazılığım da qalıb üstündə verəm, çox çətindir. Çətin olar. Alan yoxdur ki, verim canım qutarsın, nə edeyim?
Buyur, təbrik edirsən camaat. Təbrik edirəm, ürəkdən təbrik edirəm. Bu hamımızın bayramıdır, bu tamaşaçıların bayramıdır, bu bütün telekanalların bayramıdır və nə gözəldir ki, ayrı-ayrı kanallar bugün bir yerdəyik, bərabərik. Şefi bacı ilə Şefi qardaşın yanında bayram keçirdirik. Bir daha xoş gəlmişsiniz. Xoş Amma gördük. bugünkü mətbəximizdə hansı tanınmışı çağırmışsınız ki, yanınızda o 500 manata sahib olsun? Özünüz təqdim edin, Kəmalə xanım. Gözəl. Xanım deyəndə xütrümüzü deymir. Yox, nə deyəcək? Bəy deməyəcək. Bəli, Siz xanım yox, deməz. adınla da müraciət edə bilərəm. Mən prosta indi verilişin gedişatında baxalım. Ürəyimizdən necə keçir, necə sizə xoşda o cür təqdim eləyir. Çox sağ ol, mənim ürəyimi xoş Gəlin. edədiyiniz üçün təşəkkür edirəm. Gəlin Növbəti onda. qonağımız. Gəlin olanda bizi təqdim edən növbəti qonağımızı bizim gözəl əməkdar artist. Gözəl əməkdar artist, bu təzə Bəli, addır. həm gözəl əməkdar artisti, həm insan kimi gözəldir, həm özü də ki, dövlət televiziya kanalında belə aparıcıdır. Səhər proqramının aparıcısıdır. Tanımıram. Ona da tamaşaçılar sevə-sevə baxır. Rəqqas, aktör, nə bilim, idmançı, tanınmış bloger, nə bilim filan, hər şey var da bu insanın canında. Ne bilim, tanış olaraq baxarıq. Bildin kimi deyirəm? Yox, mən ev Əməkdar uşağıyam. artist Elnur Kərimov. Həm də aparıcıdır da. Səhərlər tez... Yatmır bu balam. Necəsən? Salam, Hoş necəsiz? gelmişsiniz. Öpmün, xahiş edirəm, qardaşım sıxansın. Geçin. Necəsiz? Elnur Kərimov, gözəl əməkdar artist. Yaxşıyam, çox sağ olun. Sizə təşəkkür bildirirəm. Təbrik elə, dəvətiniz mənim də üçün. bir sözüm var. Dəvətiniz üçün xoş oldu, Sağ olun. minnətdaram. Bugün nə olacaq bilmirəm, amma bilirəm ki, çox maraqlı olacaq. Yaxşı olacaq, yaxşı olacaq. Bu günləri bax, gördüyünüz o 500 manat uğrunda burada mübarizə və O mən 500 manatdır da oradan. düppədüz 500 manat. Onu kim elə oraya yığa bilər? Bu Şefi bacının işi olar ha. Onu hər kəsənin işi deyil, o balona boyda pulu yığmaq. Sən pul ver, biz onu hara istəyirsən yığa Mən bilərik. nə pul verim, mən gəlmişəm pul aparmağa. Belə, puldan çox danışdıq. Kəmalə xanım, yerini bil. Xahiş edirəm, İstəyirəm, mən enerjimi buynuzlarımı ötürüm ora, qaldırım. mənə Xahiş tərəf edirəm. gəlsin. O pula o vaxt sahib olarsınız ki, yeməyinizin meti və daleyinizdə yazılan o bəxt gözəl olacaq. Belə, növbəti qonağımız gəlir, onu da Salih müəllim götürüb, yoxsa Kəmalə xanım? Kəmalə xanım, çağırın. Deyilir sizin onunla patrukamız. Həm televiziya işçisidir, neçə illər televiziyada Az gözlərini çalışır. belə bərət Televizya vermə, indi qorxdum, bayramı vermə. olduğuna görə fikirləşdim ki, televiziyada uzun müddət çalışan Aha. bir insanı çağırım öz yanımda. ATV kanalının Uzun redaktoru. müddət neçə, 3 il, 5 il? Yox, Bizim 14 il. Ay maşallah. Hə, Adıyla 14 qoca arvaddır da. Gələcək indi bax belə maşallah, maşallah. Yox, bizdən baxanda elə görsən mi? Demərsən. yaxşı qalır, hə? Yaxşı qalır, pis qalmayıb. Buyur, dəvət elə kim Sevinç Rəcəbova, ATV Sevinç kanalının Rəcəbova, redaktoru. ATV kanalı neydi? Redaktor. Vurulmuşam mən sənə, ay mənim sevincim, qoy baxım gözlərinə, ay mənim sevincim. Hoş gəlmisiniz. Hoş gəldiniz. Səfa gətirmisiniz və növbəti bir qonağımızı dəvət. Buyurun, təbrik eləmək istəyirsiniz. Biz işçisiz, 14 ildir can qoyursunuz. Neçə yaşından başlamışsınız? Məndən böyük Mən olarsınız. bəlkə də doğulan kimi televiziyaya gəlmisən sən. Universitetdə oxuya gəlmişəm. Aa, Belə 96 gəlmişəm yaşa 500 görə manatla deyirlər, yaxşı özümü qalmısan. təbrik eləyim. aha. Kəmallə özümü təbrik eləməyə gəlmişəm 500 manat. Laf etdi, təbriklər qəbul olun. Bu da bu. Sağ olun və buyur. Belə, əziz tamaşaçılar, bilmirəm mənim qabaritimdəndir, bilmirəm mənim gözəlliyimdəndir. Bura gələn qonaqlar hamısı həyəcan keçirdirlər. Amma növbəti ekspertimizi mən bura dəvət eləmək istəyirəm. Çünki həm ekspertdir, həm də ki, canlara dəyən oğlandır. Respublikanın əməkdar artisti, gözəl müğənnim, Azərbaycan televiziyasının həm rejissoru, həm aparıcısı, həm də solisti. Əməkdar artist Rəşad İlyasov, ölürəm onun sesi üçün. Oradan, vay vay, nələr var bizim burada. Hoş gəldin. Bir gün göz göze geldik senle, sanki deli rüzgarlar esti bu könlümde. Bakman, değilsen bana bakman, o zaman gülüşünle sen de beni yandırma. Uzaklardan
taksana. Aşıl tak meleğim, derdi serini yürekler açsana. Güle güle herden baksana, saçlarına gül çiçeği taksana. Sana canımı verelim. Göz göze geldik senle, sanki deli rüzgarlar esti bu gönlümde. Bakma, değilsen bana bakma, o zaman gülüşünle sen de beni yandırma. Uzaklardan sana boylanmak çetin, beni yollara çöllere salmaz sevgilim. Derdi serini yürekler açsana, güle güle herden baksana. Saçlarına gül çiçeği taksana. Aşıl tak meleğim, derdi serini yürekler açsana. Güle güle herden baksana. Saçlarına gül çiçeği taksana. Sana canımı verelim. Derdi serini yürekler açsana. Güle güle herden baksana. Saçlarına gül çiçeği taksana. Aşıl tak meleğim, derdi serini yürekler açsana. Güle güle herden baksana. Saçlarına gül çiçeği taksana. Sana canımı verelim. Aşıl tak meleğim. Hörmətli tamaşaçılar, görün necə də demokratik bir kanaldır. Baxın, burada hər bir kanaldan iştirakçı, aktyor, aktrisa. Maşallah. Deyil. Adam yox, ne çağırmaq, ona görə hamısı zalimdir deyəlim, bunları çağırdım. Yox, hələ. Neyse. Eyvallah, bu gözəl gündə bizi dəvət elədiyiniz üçün əziz... Əlimi bırax. Bırax əlimi, Yox, bırax, qardeşim. onu eləyə bilmərəm, onu eləyə bilmərəm. Yaxşı, bu yerləri montaj eləyək. Yaxşı, eybi yox. Bu gözəl proqrama bizi dəvət elədiyiniz üçün məhz bu gündə hamınıza minnətdarım, təşəkkür edirəm. Bütün həmkarlarımı, mənim təbriklər yadımdan çıxdı. Həmkarlarımı. Təbrik edirəm, mən sağlıq arzulayıram. Hamınızı xoş gördük dostlar. Həmişə belə gözəl, belə maraqlı layihələrdə sizə də uğurlar. Bir alqış səsləndirir müşahidə heyətinə. Əzizlərim. İndi isə dağılışın otaqlarımıza. İndi isə biz başlayırıq. Niçin başlayırıq? Çünki mətbəxdən neyi gəlməlidir? Dadlı yeməklər neyi gəlməlidir? Belə, kim bişirəcək yeməkləri? Seni bildim, sən ekspert. Burada qalırsan ki. Sən də burada qalırsan. Mən də burada qalıram. Siz qalırsınız. Mən pişirirəm. Belə, Sizə yaxşı. Biz gedirik. Verilişin adət ənənəsində sadiq olaraq yeməklərin adını alıb püşdən çıxartırıq və şefi qardaşımıza xəbər eləyirik. Hələlik, mən çox darıxmayım. Tez-tez gələcəm bura. Çox sağ ol, balamsın. Sındıracaqsan onu, sonra əlimi Sənə kəsəcək. banka lazımdır, yoxsa içindəki pul? Xoşuna gəldi. Sonra pis təsir eləyər sənə. Deymə. Gəlin mənim əzizlərim, mənim canlarım, televiziyanın gənc, çağdaş aparıcıları, həmişə yenilik gətirən iki aparıcı, müğənni, aktyor və bir redaktor. Mən deyərdim ki, redaktor, necə deyərlər, aparıcının beynidir. Adı gəlin də, bunlara əsabı, belə bir xalçıza sərmələm, sərmişəm də xalçanı. Bu neylə şunu? Kimin iyi Şefi bacım, Çox sağ ol, Həcc Tabii ki, xanım, çox sağ ol. Bizi belə cəzb eləmişsiniz. Biz bilmirik Tabii. niyək. Neçə il efirdə olan adamlar hər yaşadı. Biz bilmirik Vallahi. niyək. Əvvəla çox gözəl rəng tonudur. Gözəl. Türklər deyir, saks mavisi, çox gözəl. Göz muncuğu, üzərlik. Yedikdən zatdan güzlün çıxmıyor. Yo, yo, Yadımdan çıxdı. Aşıq ola bilərik ha. Aşık oldum, aşık oldum. Aşık oldum, gece bir taze gülen ayet.
Mənim canımda o qədər incə sənətə, mədəniyyətə, artistika olmasın. O Nərgiz xala deyir, canımda da var. Canımda var. Bu nədir deyir? Nəsibə xanım bir skripka deyir. Oo, mənim xoşuma gəlir. Özüm də sevirəm. Şeydir, o deyir, Rusa, Cəbiş məndə. Canımda da var. Tamam, Neysə, əziz tamaşaçılar, verilişimiz mənə elə gəlir ki, maraqlı başlayıb və maraqlı davam eləyəcək. Elə isə, əzizlərim, bir daha xoş gəlmişsiniz. Xoş Bir daha sizin bayramınızı təbrik edir. Mən yeniyəm. Mən gəncəm bu televiziyada. İkinci sezonda artıq mətbəxt verilişi efirdədir. Amma belə adla, belə üslubla heç bir veriliş efirdə olmayıb. Tamaşaçıların da nətər deyim, o zıba nə deyirlər? Rəyləri, fikirləri. Balaca rus dilidir bibim. Mən arzu edirəm ki, bu verilişin məti həmişə belə Bəli, şirin olsun, bəxti də gözəl olsun. Bəli, Çox bəli, gözəl. deyəndə uğradı. Neysə, mənim fikrimdir. Neysə, xoş gəlmişsiniz. Sevinç xanım, Rəşad müəllim, Salih müəllim. Çox sağ olun. Sağ İndi olun, sizə ay bir əziyyət verəcəm. Buyurun. Bizə sizdən gələn əziyyət deyil. O bizə ləzzətdir, ləzzət. Oo, şairanə, Nətər şairanə. şairanə. Vəsf elə məni şair. Vəsf zamanı deyil, afə. Bunu Bunu deyirsən, orada. Eyib daxil, qonaqlarımız gəlib. Belə, əzizlərim, indi mən sizə əziyyət verirəm deyəndə ki, sadəcə olaraq gördüyünüz işi eləyəcəksiniz. Aha. Yəni yazacaqsınız. Yazmaq, bəli. Amma Peşəkarı. demagogluq eləməyəcəksiniz ha. Yazacaqsınız yemək adı. Qələmi də İstənilən bir yemək. Qələmi də həmahəngdir, görsən? Qələmi də həmahəng. Zövq. Belə, Sevinç xanım, sizdən başlayaq, buyurun. Qələm orada, kağız orada. Nə yemək istəyiriksə yazırıq, Şefi bacı. Nə ürəyimiz Şefi bacı nə yazırıq? Hansı yeməyi bəyəndirik onu Bəli, yazırıq. hansı yeməyi xoşdur? Bayramdır da bugün. Sizin ixtiyarınız olar deyəndə ki, sizin hər şeyə ixtiyarınız var. Sağ ol, Rəşad əzizim, müəllim. sağ ol. Siz bu sənətdə can qoyanlardansınız. Çox sağ olun. Düz Çox səni sağ olun. tanımıram, amma deyirlər ki, yaxşı redaktor olmusan. Bir çox aparıcılığı formalaşdırmısan. O kadr arxasındadır da onu tanımamağın çox normaldır. Biz tamaşaçılarımıza danışacağıq da bu aparıcılar nə qədər aparıcı olur. Amma Salih redaktora ehtiyac yoxdur. Elə sağ olun. Sizin söz bagajınız çamadanlarlandır. Kiyev kotleti. Belə əziz tamaşaçılar, Sevinç xanım bizim ATV kanalının redaktoru. Bir yemək adı yazdı, Kiyev kotleti. Qıtladıq bunu, qıtladıq. Bu kirpiklər özünüzündür. O sonra deyəcəm sənə. Sonra deyəcəm, nə mənimdir, nə mənimdir. Heç dəxli var. Bu, Ot kitabı yox, ət kitabı. Əni yaxşı yox, əydir. Sən natamam orta təhsillisən. Nə, 4 dənə institut qurtarmışam, 4-ünü də yarımçıq qoymuşam. Charleston kimi. Buyur, əzizim. Charleston, belə ət kitabı yazdı Rəşad müəllim. Gəl, gözəl xanım. Salih bura müəllim, yazın. bilin bunu Bu zəhmət sənədir, olmasa. hökumət xanım, hökumət. Yeri gəlmişkən bir dəqiqə. Hə, buyur. Biz elə Şefi bacı deyirik. Bu Şefi bacının bir adını bilək ki, bir arada xanım da deyək də Fatı ona. bacı, yox, zarafat Şefi edir. xanım da deyə bilərsiniz. Şefi xanım, adınız nədir? Şefiqə. Adınızı bilək də. Bu Şefiqə. Şəfiqə kimdir? Şefiqə də. Salih müəllim də yeməyin adını yazsın, atacaq bu O necə püskə. yazır? yazıram bura. Aşağıdır. Döşəmə plov. Döşəmə plov yazdı. Döşəmə plov toyuq. Toyuqla. Ezbə, onu mən izləyirəm. buyur. Bu işi mən Hə, görürəm. bağışla Şefi bacı, bağışla. Onu hərdən maşaltı da deyirlər. Belə, Salih müəllim yazdı. Rəşad müəllim, buyurun sizdən başlayalım. Bizim ekspertimiz, bugünkü ekspertimiz. Bəli, aç görək nədir orada. Sinə, döşəmə plov. Toyuqla döşəmə plov. Belə, əziz tamaşaçılar, Rəşad müəllimin, bizim ekspertimizin, bizim canımız, ciyərimiz, müğənnimiz, Respublikanın əməkləri arasında Rəşad müəllimin çıxartdığı döşəməli plov, Salih müəllimin yazdığı bu aş pişməyəcək. Və salam. Sinə Axıra yemədik. qalan olmalıdır. Sinə yemədik. Hamı Sənə sevinmiş. deyərəm, gələrsən axşam bizdə qəşəng. Kiyev kotletini Canım. çıxardın, Salih, Kiyev kotleti. Et kitabı. Al da getdi, O Kiyev da kotleti. getdi və Et salam. kitabı. O da olmayacaq. Et kitabı olmayacaq. Kiyev kotleti, o da toyuğun döşətindəndir. Olar. Yenə də, yenə də, yenə Aldı də. gəldi. Qonaqlarımız, ekspertimiz bildilər ki, bu Kiyev kotleti pişirəcək. Bu xəttə bax, redaktorun xəttinə bax. Allah, Sən həkimlərin xəttindən də Kiyev pişir. kotleti pişirəcək. Deməli, mən əziz qonaqlar, mənə icazə verirsiniz, mən qardaşımla bir dənə əlaqə saxlayım. Şefi qardaş, priyon.
Şefi kardeş, eşidirsən məni. Deməli, bugünkü pişiriləcək yemək bir də olsa əllərindən bu iş gəlməyəcək. Kiyev kotletidir. Kiyev kotleti. Hə, bilirəm. Oldu. İndi Şəfi xanım yeməyin adını təyin edib, yəni hansı yemək pişirəcək. İndi mən onu deyəndən sonra görüm sizin əhvalınız necə olacaq, yaxşı olacaq, yoxsa yox. Bu bayramın təsiri olacaq o yeməyin adına. Bu bayramın o yeməyin adına heç bir aidliyi olmayacaq. Bu günləri bu mətbəxdə 500 manat uğrunda bişəcək yeməyin adı kotlet olur, belə içində yağ kəsəndə. O deyil də axı. Kiyev kotleti. Kiyev sayaq kotleti. Kiyev sayağı kotleti. O deyil də axı. O deyil. Kiyev Bəs sayağı siz elə bilirdiniz ki, hardansa sizə partizanlıq eləyib bilmişsiniz nədir? Odur. Xeyr, biz də bilirik ki, siz öz qurtlarınızla hardansa əlaqələrlə, o sizə elə gəlir. İndi isə belə, bu günləri bu mətbəxdə Kiyev sayağı kotlet pişir, diqqətlə buradan baxın. Aha, aydındır. Özünüz seçin. Bəli. Yanında qarnir olaraq ya püre, ya qreçka. Hansını seçirsiniz? Mən təbii ki, püre. Mən də püre. Terminator kimi baxın stolun üstünə. Baxdıq. Ehtiyac varmı gedib? Kamal xanım, ekspertlərdən Xeyr, heç bir gəlməsin bura. oradan gedib Onlar ki, soruşmağa bunu ehtiyac var mı? seçiblər, Sənə heç bir biri də dəqiqə bura vaxt gəlməsin. Bir də soruşaq da. Mən deyəcəm sənə. O bilir axı. Yox, sən... İndidən denən. Yoxdur. Onda utsa, Kamal xanım. İnan. Ay Kamal, bir dəqiqə vaxtın var, gedirsən. Gedir. Gedək də. Mən getmirəm əslində. Amma mən götürdüyümə gözünlə bax götür də. Mən nə bilim. Sən ora niyə gedirsən? Bişirmək qaydasını öyrənmək üçün, yoxsa... Bişirmək qaydasını öyrənmək Get, üçün. bir dəqiqə vaxtın var. Gedək də. Vaxt gəl. get. Mən getmirəm, mən istəmirəm baxı. Gəlmirsən ki. Gəlmə. Kamal, əksində Elnur'a Salihdən getməyin sənə heç soruşmalıyım. bir xeyri yoxdur. Xanımdan da yaş soruşmaq biraz yaxşı deyil, amma qalmışam ki, belə bunun neçə yaşı ola bilər? Məndən balacalar. Neçə yaşı Salih, ola nasıl? bilər? Belə gənc, gözəl görsənir. Mənim yanımda ümumiyyətlə yaş mövzusuna toxunmaq xahiş Yox, mən edirəm. Şefi bacıdan danışıram, ay Rəşad. Ümumiyyətlə də kimdən danışsa danış yaş mövzusu 5 bayram sevmirəm. məndən balaca olur. Rəhmət İlham edib ki, qoyma yanında yaş Allah mövzusundan rəhmət eləsin. danışsınlar. Sesi, qabariti, gözəlliyi, şarmı olan bir sənətkarın adını çəkdi. Hansı ki, ondan da duet oxumuş. Mən zövq alıram. Səsə bax, mən də qız uşağıyam da, məndən görürsünüz çıxır. Nə olub bax? Toyuğu döyürsən, toyuğu sinəsin. Sinəti çıxartmadı. qalan Yox, çıxdı da. Kiyev kotleti. Necə bişirirlər? Döyürsən, Deməli, toyuğu döyürsən, sinəsin. səliq yaxşı, sən deyirəm. İçinə kərə yağı. Yox, Döyürsən. Döyürsən onu. qulaq as, get yaxın get otur qulaq as. Şit yağı qoyursan içinə. Elnur vurursan. gəlmir. Aha. Elnur bilir. Qırağına da varsa toyuğun sübut sümüyün qoy ki, biraz da belə ləzzətli olsun. Bu sümüyün bilmirəm. Yox, içinə yağ qoyan sonra onu qızardanda sukari falan, yumurta elə, aysa. 2 dəfə. Qalın olsun, yumru olsun. Amma elə ki kəsəndə içindən yağ Amma əsas onu içi bişsin ha. Eşitdin, Oldu. Kama. Ürəyim Kiyevski kotlet istəyir. Təmiz kərə yağı qoy ha, təmiz kərə Təmiz yağı. kərə yağı. Başqa Bir də yağı onu yox. Lehlə yağı. kəsəndə yağ içindən Kama, fışqırmalıdır. Bəli. O fışqırmasa Kiyevski Fışqırmalıdır. kotlet deyil. Ya, Sırf qəbul eləmir. Bəli, yağ orada axmalıdır. Ona da içindən çörəyə yağ batırırsan belə. sən şimdi fərqindedir kim odur ki, yəni yağa düşmüsən belə ilə. Udmaq orada demirəm. deyil. yəni. Sən neytralsan. Mən neytralam, istəyirəm amma daşı yemək yeyim də. Oho, gəl. Kamal xanım, Amma yaxşı ki getdim. Yaxşı getdim çünki tək orada götürməkdə deyilmiş. Mən əti çəkəcəydim, eləyəcəydim burada yəni. İndi nə öyrəndin oradan? marifləndiniz Marifləndim orada. hə. Elnur, Marifləndin. Kamalə, hazırsınızsa Bəli. xahiş edirəm, vaxtı verin. Verin. Megastor olan dostlar tərəfindən verilən ərzaqları hazırsınız? Bəli. Vaxt verirsiniz. Hə. Başladık buyurun. Olay oranında rahat olma, onları götürərik. Bunu da qoyaq. Bunda var, hər 40 şey. saniye kaldı. Bunu da qoyun. 40 saniyə. Bunu da qoyun. 35. Nə bilim, bunu da qoyun. Qaracın meyvə götürür. Bax, Elnur meyvə götürür. Amma Elnur pomidor xiyar götürdü. Meyvə idi, pomidor. Pomidor xiyar xiyar. qalıb orada. Meyvə nədir?
Kəlam götürmürsünüz. 10, 9, 8, 7, 6, 5, Kemal solun o başından götür, el aparaq bunu otur. 4, 3, 2, 1. Allah bunlar da məndən sənə hədiyyə. Yo, mənə maraqlıdır ki, Kəmalə niyə bütün stolu Dekor, orada daşıdı? dekor verəcək də, dekor. Meyvə ilə, kiyesi katləti Nar böyrünə. falan ola bilər. Nar ola bilər. Ha, çıxır, hadi ziyyətdən çıxır, bu ne deməkdir? Qırmızı soğan ola bilər. Bəli, nar Dekor qoyacaq. versin. Amma orada qırmızı soğan yox idi. Yox idi, hə? Sarıydı soğan. Hörmətli tamaşaçılar, gördüyünüz kimi mən belə başa düşürəm ki, Kəmalə xanım bizim dostumuz olan Megastor'un birbaşa reklam kampaniyasının boynuna götürüb. Çünki masanın üstündə deyeydin da stolu götürüb gətirərdik burada. Və salam, razısınız götürdünüz ərzaqlarını. Elnur bəy, razı hər şey. mən tam Xahiş olaraq edirəm, vaxtı orada pitiçkasını qoyasınız. Başlayırıq. 40 dəqiqə vaxt verilir sizə yeməyin bişməsi üçün. Buyurun, başlayın. Amma Kemal lazım xanım, olmayacaq. nə lazım olmayacaq sənə? Denən yavaş-yavaş. Bunlar. Bunlar lazım. Kemal xanım, bunlar lazım olacaq. Qalsın hə. Qalsın. Qurban olaram. Aktyor. Bəli, bəli. Ne olsun? O deyirlər, aktyor ac olmalıdır. O səhnəyə çıxanda ac olmalıdır ki, oyununa zad olmasın. Özdə görün Mane necə, olmasın. necə. Nətər gözü toxdur. Gözü tox və rasional bir iş görür. Sənə də qulaqçıq qoyublar. Mən biləyim. Bəs demədin buna redaktor lazım deyil. Amma Salih redaktora ehtiyac yox. Amma Salih redaktora ehtiyac yox. Sən mənim qəlbimdən keçənləri hiss edirsən. Ben Bizim bak aramızda fikrim orada diye. Toklar var böyle biri-birimize ötürü. Telepatiya var da sizdə. Elektrik alırsınız. biz- Mənim də fikrim orada diye. Sizi Olsun, dinləyirəm, amma fikrim oradadır ki, görüm nə çıxacaq. Nə sonda. çıxacaq? Heç nə yumurtadan cücə çıxacaq. Vay vay, ay sevinç. Kemal'i bu kartuşkanı da çətinliklə soydu. Bu nə Siz o? də elə qız deyil. Niyə Kartuşka belə? sürməyini görürüm. Hə, baba bu köynələrdəndir, bax. Bu Güc köynə. bəlayla soydu. Köynələrdən də Kemal. belə. Ortasını götürür. Amma sizə bir dənə söz deyim, belə daha dadlı olur. Nə? Bıçaqla soyulanda. Bəli. Hə? Kemal, oradan, o qonşu otaqdan gələn mənim qulağım eşidən səslərə görə... Qalın doğrudan. Yox, ümumiyyətlə, nəinki qalın olmaz, sənin burada əl işindən lağ eləyirlər. Neynirlər ki? Hə, onu mən demirəm, odur ki, sən onların acığına Hə. elə burada elə bir iş yaratmalısan ki, onlar axırda desinlər ki, üzr istədik Kəmalə. Amma indi hal-hazırda, qadan qalım, orada deyirlər ki, Kəmalə bir evin dirəyi yox, əksinə evin fundamentinə qoyulmuş bir bombadır. Partladı bütün Əsas gün. dadıdır, əsas dadıdır. Burada indi ekonomiyadan filandan söhbət getmir. Elnur, bunu deyirəm, sən də eşidərsən. Bəli. Kəmalə xanım çox düz qeyd elədi. Burada yeməyin dizayninə filan beş olsa nə xoş sizin halınıza, qadanızı alın. Amma hara istəyirsən, deyilən hansı sən yandır. Bunu yandır. Amma əsas ekspertlər burada yeməyin dadına baxıb qiymət verəcəklər. Adına baxacaqlar. Onu biləsiniz. Bak, Elnur'a bak. Elnur'a- Gör mənim qardaşım nə gözəl soyur kartofu. İndi əlin kəsəcək Salih. Maşallah olsun. Bir dənə Yo, yo. salam dinən. Salam dinən Elnur. Elnur, sənə uğurlar, sənə salamlar. Sən mükəmməlsən. Ay Salih, O kameraya qıram. uğurlar. Çox sağ ol. Minnətdaram. Kodunu alsaq, onu səsini azaltsaq çox pis şey olur. Yəni Salih, səni Diqqət, diqqət, hörmətli xanımlar və cənablar. Nəhayət 3 illik fasilədən sonra Noyabr ayının 5-i, 6-sı, 9-u Heydər Əliyev sarayında. sizi bu şəhərdən yeni Qəşəng adlı Qəşəng yoxsa qəşəng. Qəşəng adlı solo konsertinə dəvət edirik. Biletlər artıq satışdadır. Konsertin baş sponsoru Avant Park. Tuş! Mən oradan yenə danışırlar sənin
səliqəsiz iş görməyinə. Amma mənim bu qızın operativliyi çox xoşuma gəlir. Mən səliqəsiz iş görmürəm. Yox, qətiyyən. Təmizləyirəm də, yuyuram da. Kəmalə xanım, belə deyək də, xanım yana yanaşır kartofa. Necə bir dənə də göstər. Belə xanım yana. Xanım yana. Ədanı yemədə, ədə. Amma Elnur belə Hə, elə bir ki, çatdı. Meşədə yemək hazırlayır. Hə, düz deyir. Elnurda var biraz elə bir meşə Belə, yeməkləri. hə, O kərpiçləri düzsün, kababı orada Axı eləsin belə. zamanında bir veriliş də var idi ya, ictimai televiziyada. Hə, Düşərgədə Qubada idi. yaşayırdılar, Elnur aparırdı o Hə, verilişi. düşərgə idi də elə düşüb. Hə, bax onda görünür təcrübə yığıb da. Döy dalı ilə qalan. Yenə məsləhət verim sənə. Təkəm onu ortadan belə açasan sonra ora qoy, əlvi qoy üstünə. Ay, sağ ol. Amma elə bir tərəfdən təmiz qopmasın. Görsən, yıxıq ön dirəyi, fundamenti, nə bilim, Qəşəng oldu. qaz şotçiki, işıq şotçiki. 2 dənə eləsək bəsdir də, hə? Bəs bir belə millət, özün deyirsən ki, televiziya günüdür, bayramdır. Ona bax, sıfatlara bax, sən 2 dənə deyəndə gör nə günə düşdülər bunlar. Və budur, hörmətli tamaşaçılar, gördüyünüz kimi toyuq döşünün döyülməsinə mübarizə daha da şiddətli şəkildə davam edir. Bu arada baxın Elnur'a zəhmət olmasa, görün necə ustalıqla o... Mən baxdım, Salih, Elnur qalın saxlayıb toyuğu. Sevinç. Həqiqətən qalın saxlayıb, onu biraz döyərdi. Kəmalədəkini görməmişəm, amma Elnur qalın saxlayıb. İndi Kəmaləni də görərik. Baxar, Ulan eyb yox. böyük şeylik yoxdur. Gül alsaq ne deyir də. Sağ ol Kəmalə xanım. Nəsə eləməyə çalışır. Mən bu verilişdə sizə bir söz deyim ki, həmişə bir işin şahidi olmuşam. Yemək pişirməyi bacarmayan, yemək pişirməkdən qorxan iştirakçı həmişə qalib olub bu verilişdə. Odur ki, sən də aman. Sənin xəbərin var orada nələr baş verir. Mənim dalımca danışırlar. Güya onsuz da televiziya adamısan. Hamı danışır dalınca. Sən ora bax, ora bax. Artıq yağını qoyur. Ay yox, şu görək. Bəli. Etmə, eləmə. Bayaq səni təqdim eləyəndə burada aktyor, idmançı, nə bilim, belə rejissor, rəqqas, hardandır səndə belə bu qədər şeyə vaxt tapmısan ki, bunların hamısını öyrənmisən? Vaxtını dondururuq. Hər şey şünas müəllim. Ne diyor burada? Vaxt, otur. Oturum. Dənədəydi. Hə, başına qat, başına qat. Az gülükdən. Belə Elnur'un vaxtı çoxdur ki, nağara çalır. Ritmi yaxşıdır. İstəyir biraz orada... Ay, nə olsun, mən də çox şey bilirəm. Mənim üçün elə bir çərçivə yaradım var Sən də, ki, sən bu suala marifətlərin verməlisən. %10'unu eləyirsən hələ, 9'u qalıb. Siz davam eləyin bunu, montajda qoyarsınız üstünə. Əhsən və düzələrimə olan həvəsinə görə bu günləri Kiyev kotleti pişirirsən, toyuğun döş ətindən. Elnur, Bəli. sən bayaq gördün mən burada belə o yeməyin adını təqdimində. Bəli. Gəl onu burada göstər də. Batman Kemal müəllim var idi incə sənət. Allah rəhmət eləsin. Boz. Gel sadiyasa bile. Ayağı biraz kabağa pasta. Elisa, batma talyo.
belə. Bax bu Tupoy kolbasa var. bəli, bəli. Devam Bu bence, köftə. bence. Devam bence, bence. Ha bu Rəhm. Pam paralam, tararararam, pam. bəli, bəli, bəli. Ay nə gözəl günlər Neyse idi. düz eləmirəm. Sonra Bəh, ona baxın. Orada bu çatlasın. Hə, olsun da, indi birazdan biz də vurçatısını yeyəcəyik, valla. Yeməklər gələndə Darıxdım görəcəyik. balamsan, darıxdım. Deyirsən, mənlə heç kim darıxmır. Sən peşman olmursan ki, niyə yemək pişirməlisən? Qəşəng. Baxın, saxlayın, xahiş edirəm, saxlayın o malı. Ayıbdır, işimiz gücümüz var. 500 manat yolda götürməyib. Neyse. Alkışlıyoruz buradan bizim sevimli Rəşad İlyasovumuzu. Rəşad İlyasovun ilk kanonu qanun aləti. Mən bacımın qanun aləti olur. Çünki bizdə hamı musiqi ilə məşğul olurdu. Maşallah. Rəşadın marağını nəzərə alaraq biz onu bağışladıq ona və ondan sonra artıq Aydındır. gözəl bir tarix var. Əhsən, əhsən. Eşitdim senin kanunun, birinci kanunun Zadun kanunu olub. Hə. Elnur'un Baxsının Hicran xanımı. Qanunu Hə. olub. Elnur'un qardaşı məndən oxuyur. Yox, o nə deyim, imkanı yoxdur qanun almağa. İmkanı vardı, kanon yox idi. Kardeşim, xahiş edirəm o çörək ağasını götür gəl bura. Çək məni. Mən çək. Bax, o otaqda deyirlər ki, bu qız ev yıxandı. Bir dənə qazana 1 litr yağ. Sən söhbətini elə burası, bunu çək. Ona fikir vermirsiniz değil mi? Ümid edirəm. Yəni Görürsən. onlar sayılmır. Əslində burada da elədir, həmən proses gedir. Gəl, gəl bura, gəl. Narahat olma, gəl. Bunlar hər ikisi ev yıxandılar, ikisi də. Heç bunlar işlətdiyi yağı bəlkə bizim bundan sonra gələn qonaqlarımız hamısı işlədərdi. Nə olub ay Elnur? Yağ zad qalmır Respublikada hamısı. Bir dəqiqə bax. Onu qarışdırdım. Salam aleykum. Yox, çox yanmıyor. Çox yana bilməz o. Hələ yanmıyor. Azaldın yoxsa? 5'ə qoyaq onu. Qardaşım. Budur. Aha. Budur. Aha. Nə yaxşıdır bu? Gedə bilərsən, yaxşı yox. Bəh, qazanın içinə baxın necə qaynayır kotlet orada. Ay, Kamal'ın kazanıydı. Gözəl. Gözəl. Bizdə nəsə oynadı. Mən gəl kamonun yağını bir-iki veriş qabaq işlədiblər. İsrafçılıq gedir. Rəngi tünd idi. Yox. Orada israfçılıq. Diqqət, hörmətli xanımlar və cənablar. Nəhayət,
3 illik fasilədən sonra Noyabr ayının 5-i, 6-sı, 9-u Heydər Əliyev sarayında. sizi bu şəhərdən yeni Qəşəng adlı Qəşəng yoxsa qəşəng. Qəşəng adlı solo konsertinə dəvət edirik. Biletlər artıq satışdadır. Konsertin baş sponsoru Avant Park. Tuş! Süt də var, duz da var. Süt maşını gəldi. Bu qədər israfçılıq olar. Dedik, güldük, danışdıq, biraz bayramdan Maşallah. söhbət elədik, biraz onların olmayan sənətlərindən danışdım. Yaxşı, danışaq ki, yaxşı da olsun. Bu xeyir ola bu qədər malzemə yığıb ora. Ki, İndirqret yığıb ora. bu bizim o dostumuz olan Mega Yeməyə gəlir. Mega Store'u reklam eləyir. Mənə baxın, 510-dadır, 510-da, hə? Bəs danışaq. Yox, 500 Bu da hamı. yoxdur. Bir dənə 500-dür. Bir dənə 500-də bilirəm də. Yəni Hələ 200-də şey da. 500-dür də. Bölürük Danışaq də, da. bölürük gedir. Danışaq da. Biri əlimizdə Həll beş elədik. Deyirəm indi bizim bu söhbəti Şefi bacı eşitsə. Şefi bacı Hardan yoxdur burada, eşidir? hə? Bu uşaqlar da Getdi. bizimkilərdir. Onlar bizim kanalın operatorları çatdırmazlar. Biraz Allah səs bir rejissorundan yazırlar, hamısını şübhələndi. Yazır səsimiz. Necə deyir, bir də onu Necə dinlə. deyirdi? Hidrometeorologiya. Bəli. Necə? Hidrometeorologiya. Hidrometeoroloq. Meteorologiya. Hidrometeoroloq. Hidrometeoroloq. Şey, bu hazır, kürə hazır. Dada baxmaq Bir istəyirsiniz. cümlə dedim. Bakıda hava necə olacaq? Noyabrın neçəsi? 7-si. Noyabrın 7-si dəyişkən buludlarla müşahidə olunacaq. Əsasən yağış yağmayacaq, amma axşama doğru bəzi yerlərdə qısa müddətli az yağış yağmaq ehtimalı var. Sponsorun adını çəkmək lazımdır. Belə əziz tamaşaçılar, nə hava olursa olsun, ayın 7-si, noyabrın 8-i havamız gözəl olacaq. Çünki Zəfər bayramımızdır. Bu bayram münasibətilə sizi ürəkdən təbrik edirik. Həmişə zəfərimiz, bayrağımız yüksək olsun. Öpürük sizi, bağrımıza basırıq. Belə, Kəmalə xanım, çox sağ olun hava proqnozuna görə. Əsas odur qəlbimizin havası. Bəli, öz havamızda öz havamız. Hamamımız yox, havamız. Havamız. Mən hidrometeorologiya deyəmmədir, gəlir mən havamız, havamız. Ürəyinin dadına. Yaxşıdır. Aynı onu. Yaxşıdır hər şey. Maşallah. Yaxşı. Maşallah üzr istəyirəm. Qardaşımızın adı nə oldu? Elnur. Elnur. Elin nuru. Yazdım bura. Elnur. O bütün produktu yığır, sən bütün qazanları yığırsan. Balam, burada bu mətbəx dağılır, bir partlayır, bilirsən bunlar hamısı mənim çeyizdiklərimdir. Ərə getmədim, gördüm yığılıb üstündə, gətirdim bir dənə meyli açdım. Adını da qoyduq mətbəx. Özünü yığışdırıcısın. Mən sizin üçün qabriyon zat deyiləm ha. Başa düşdün? Əlbəttə ki, yığışdırıcılara. Çaşdırma onu. Ay balam, biri bal yığır, biri qazan qab yığır. Elə biri ki, biri çeyiz üçün gəlib, biri də ki, produkt üçün. Belə şey olar, mən elə bilim, televiziya işçiləri, mədələri tox, gözləri tox, nə bilim, yaxşı da maaş alırlar. Belə, əzizlərim, bugün biz gelirik bu şəhərdən, konsertinə, qardaşımla 2 dənə dəvətnamə veriblər. 3 bala ilə aldı onları. Mən bir şey deyim sizə, Şefi bacı. Biz yox. Yox, bir də bilin valla, geri hörmətli olasın. Diqqət, hörmətli xanımlar və cənablar. Nəhayət, 3 illik fasilədən sonra Noyabr ayının 5-i, 6-sı, 9-u Heydər Əliyev sarayında. sizi bu şəhərdən yeni Qəşəng adlı Qəşəng yoxsa qəşəng. Qəşəng adlı solo konsertinə dəvət edirik. Biletlər artıq satışdadır. Konsertin baş sponsoru Avant Park. Tuş! Bir daha sizə təşəkkür eləyirəm.
Hamısından çox özümü istəyirəm, gedirəm və sizi ora dəvət edəcəm. Bir-bir yeməklərin dadına baxarsınız. Oldu mu? Biz bir-bir gəlib baxacağıq yeməklərin dadına. Yox. Yeməkləri bir-bir yeməliyik. Bəli. Siz bir qabda kimiz yeyirsiniz. Gözəl başladım ora kimi gəldim, mənim ağzımı döşə düşürsünüz. Ay, başıma döndüm. Çağırdım, gələrsiniz. Şefim bacı gel bura. Yağın iyi bısıb buranı. Dedim Kemali, 10 dəfə dedim ki, eləmə. Gel bura gel bura. Eləmə. Ben sana bir şey göstereyim. Neynədir? Yağı tökdün qazı üstünə. Bax da bax kimin tavası yanır. Bunu söndür də. Belə əsası odur, yeməyin meti, dadı ya gözəl olsun. Mən də indi neyniyim, çağırım, hazırsınız. Çağır gelsin. Çağır gelsinler. Ay, Sevinç xanım, zəhmət olmasa üzü bəri gəlin. Rəşad İlyasov, Respublikanın əməkdar artisti.
Bir saxlayım çıxar. Bismillah. Nömrə 2. 2 nömrəsini kim yazmış əziz tamaşaçılar? Əlbəttə ki, bizim redaktorumuz Sevinç xanım. İkinci Göstər. yemeği Güvəstə. göstərim. Və beləliklə keçdik ikinci müzifin səsinə. Diqqətlə açırıq, səsi gəlməsə də yazısı buradadır. Salih müəllimdən gəlib ikinci fikir. Salih müəllim neçə yazmışdın özün demə. 1. Salih 1. Biz burada sonuncu iştirakçının yəni yemeğin dadına baxan insanın adını çekirik. Deməli, sonuncu yemeğin Dadına baxın. yemeğin dadına baxıb İştirakçılardan biri özü demiş Rəşad İlyasov. Rəşad İlyasov 1 nömrə. İndi isə bir rəqəminin olduğu yerə yaxınlaşıram. Bax, gördünüz mənim Şefi bacımın heykəldir, rəhmətliyin. Birinci Səni boş qap budur, bağlayacaq indi eləmi? orada peşin yanında. Birinci boş qabın altından, Bir də deyəm burayı. birinci boş qabın altından çıxardırıq. Elmo! Kəmalə xanım, özün bəyək dedin ki, Elnur yemək müəllim və görüntüsü Salih. vacib deyil, əsas Dadı, Təbrik dadı, edirəm dadı sizi. vacib. Amma neyniyək? Verilişin əvvəli dediniz ki, uduzdan əlini salacaq, nə qədər götürə bilirsə pul götürəcək, hə? Elnur, indi sən bax. Buyur, bax, əli girməyəcək. Semişka yağı sürtəliyə. Sağ gəlin bizə də bir şey qalsın. Buraya da gedə bilərik. 34 manat. 34 manat. Vəssalam. Yoldaşlar, xəbərimiz var. Sizə bir Parçamıza söz yazın. deyim. Bugünkü verilişimiz sona çatdı. Siz istəyirsiniz, bölərsiniz, özünüz bilərsiniz. Bəs neyniyək? Vəssalam. Dedim sizə, Könül qabaqdan tamaşaçılarla bir sağollaşın. Belə əziz tamaşaçılar, Banko mənim. gələn verilişimiz də daha maraqlı olacaq. Oxuduğumu oynadım. Bəli. Sənə təşəkkür. O Kievskidə gedəndə upakovkları verəcəyik sənə qoltuğuma. Belə, sağ olun, gələn görüş mütləq sizin qarşınızda yeni qonaqlarla olacaq. Orada Hələlik. 34 manat Kəmalə xanıma verəcəksiniz. Sağ olun. Mübarək.